Super gücümüz olsaydı hansını istəyərdik? Bax bu sıralamada onu sıralayacağıq. Güclü olmağımızı istəyərdim. Maşını zadı qaldırmaq zad. Qəşəng. İlk 4-də yeri var. Teleportation. Hə, Selena kimi. Na 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 na, Selena na 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 na. Elif yox olursan. Oradan ora zordur. İşimi asanlaşdırar. 3. Time control, zamanı durdurmaq. Hər şey donsun. Zor olardı ha. Amma elə də yox, 5də, nə bilim. Super speed. Daha tez qaçmaq. Daha teleportation olandan sonra qaçmaq necəm elə də? 8. Təriyə-təriyə. Görünməz olmaq. 1. Həmişə istəmişəm. Telekinez. Əşyalar zadı nəyinəsə belə qaldırmaq. Ola bilər. 6-da yeri var. Uçmaq. Super. Uçmağı elə belə istəyirəm. 2. Qanadlarım olsun. Quş olum. Perfect memory. Çox belə ağıllı olum eləmi? Hə, aynı 14-ü magistr imtahanıdır. Ola bilər. 7-yə qoyaq da, istəyərdim. Illuminati money. Ayda, çoxlu pulum olsun. Ya mən pul olum, dollar olum. Ayda, keşkə bunu qabağa qoyardım. Onun beynini oxumaq. Nəyimə lazımdır o pozğunun beynində nələr fikirləşdiyini görmək. Lazımdır mı? Ona qoyaq elə bunu. O birilər olsa daha yaxşı.